Salam. Bugün sizinle birlikte çok spesifik ama inanılmaz derecede maraqlı bir hadisenin derinliklerine inirik. Söhbət 1934-cü ildə İran Şahı Rıza Pəhləvinin Türkiyəyə etdiyi tarihi səfərdən gedir. Əlimizdəki mənbə də bu mövzunu detallı şəkildə analiz edən bir elmi məqalədir. Və sizə deyim ki, bu heç də adi bir diplomatik səfər hekayəsi deyil. Qətiyyən deyil. Təsəvvür edin, söhbət 1-2 günlük rəsmi görüşdən getmir. Səfər düz 27 gün çəkib. Bəli, demək olar bir ay. Bu, şahın bir hökümdar kimi ilk və sürgünə getməzdən əvvəlki yeganə xarici səfəri idi. İnsan istər-istəməz düşünür, niyə məhz Türkiyə və niyə bu qədər uzun? Bəli, bu suallar çox vacibdir. Bu bir ay ərzində pərdə arxasında əslində nə baş verirdi? Gəlin, bax bu sualların cavabını axtaraq. Bu səfərin, deməli, əhəmiyyətini tam anlamaq üçün məncə ona 3 fərqli bucaqdan baxmaq lazımdır. Mənbə də məhz bunu təklif edir. Buyurun. Birincisi, o dövrün qlobal siyasi mühiti. Yəni, dünya sürətlə 2-ci Dünya müharibəsinə doğru gedirdi və, necə deyim, hər yer barıt çəlləyi kimi idi. Hə, gərgin bir dövr idi. İkincisi, 100 illərdir rəqib olan iki imperiyanın varisləri Türkiyə və İran arasında münasibətlərin tamamilə yenidən qurulması. Və üçüncüsü, bəlkə də ən maraqlısı, hər iki ölkədə Atatürk və Rza Şahın rəhbərliyi altında gedən paralel modernləşmə prosesləri. Aha. Bu səfər əslində bu üç elementin kəsişmə nöqtəsi idi. Elə isə gəlin qlobal vəziyyətdən başlayaq. 1934-cü il. Avropada vəziyyət həqiqətən də dediyiniz kimi çox gərgin idi. Xüsusilə Mussolini İtaliyasının Aralıq dənizi, Afrika və Asiyada genişlənmə planları. Bəli, bu planları açıq şəkildə bəyan etməsi Türkiyəni ciddi şəkildə narahat edirdi. Düzdür. Türkiyə bir təhlükəsizlik axtarışındaydı. Xüsusilə də boğazların statusu məsələsində beynəlxalq dəstəyə ehtiyacı vardı. Amma o dəstək gəlmirdi deyəsən. Gəlmirdi, çünki o dövrdə Britaniya və Fransa hələ ki Almaniya və İtaliyaya qarşı yatışdırma siyasəti yürüdürdü. Yəni onlarla sərt qarşı durmadan çəkinir, konkret öhdəliklər götürmürdülər. Aydındır. Bu vəziyyətdən Ankara anladı ki, öz təhlükəsizliyini ilk növbədə qonşuları ilə quracağı ittifaqlarla təmin etməlidir. Məhz buna görə 1934-cü ildə Yunanistan, Yugoslaviya və Rumıniya ilə Balkan paktı quruldu. Aha. Şahın səfəri və ondan bir neçə il sonra qurulacaq Saadabat paktı da məhz bu regional təhlükəsizlik zəncirinin bir hissəsi idi. Deməli, Türkiyə Avropadakı gərginliyə görə regional müttəfiqlər axtarırdı. Bu aydındır. Bəs İranı bu ittifaqa nə çəkirdi? Onların da Mussolini'dən qorxusu var idi, yoxsa problem daha fərqli yerdə idi? İranın problemi, belə deyək, daha fundamental idi. Mənbədə İran o dövrdə imperializm məngənəsində təsvir edilir. Maraqlı təsvirdir. Britaniya imperiyası ölkəyə çox ciddi təsir edirdi. Rza Pəhləvinin özü ironikdir ki, bolşevizm təhlükəsinin qarşısını almaq üçün Britaniyanın dəstəyi ilə hakimiyyətə gəlmişdi. Bəli, məhz Britaniyanın dəstəyi ilə. Amma onun əsas məqsədi məhz bu iki nəhəngin təsirindən tamamilə qurtulmaq idi. Bunun üçün ona bir üçüncü yol lazım idi. Yəni bu iki gücü tarazlaşdıracaq yeni bir müttəfiq. Tamamilə doğru. Və bu rol üçün Türkiyədən daha ideal namizəd ola bilməzdi, elə deyilmi? Əlbəttə. Həm qonşu, həm müsəlman, həm də özü imperializmə qarşı mübarizədən çıxmış bir ölkə. Bəli. Mənbədə o dövrün İranlı generalı Həsən Arfanın fikrinə istinad edilir. O deyir ki, səfərin əsas məqsədi məhz bu idi. Rusiya və Britaniyaya qarşı bir tarazlıq elementi yaratmaq. Və təbii ki, bu yaxınlaşma Londonun gözündən qaçmırdı. Əlbəttə, qaçmırdı. Məqalədə Britaniyanın Tehran səfirliyi ilə London arasında gedən intensiv yazışmalardan bəhs olunur. Onlar bu ittifaqdan xüsusən də İran ticarətini Britaniya və Rusiya nəzarətindən çıxara biləcək Trabzon-Təbriz dəmir yolu kimi iqtisadi layihələrdən çox narahat idilər. Hətta mətbuatda da yazırdılar deyəsən. Bəli, o dövrün Britaniya mətbuatında, məsələn, Evening Standard və Palestine Post qəzetlərində Türkiyə, İran, İraq və Əfqanistan arasında potensial bir dördlü pakt barədə həyəcanlı məqalələr dərc olunurdu. Deməli, hər iki tərəf üçün aydın strateji səbəblər var idi. Amma burada bir psixoloji məqam da var axı. Söhbət yüzillər boyu bir-biri ilə döyüşən Osmanlı və Səfəvi, sonra isə Qacar imperiyalarının varislərindən gedir. Düzdür, çox dərin bir rəqabət tarixi var. Bəs bu uzun və qanlı tarixi bir kənara qoyub,
necə yeni bir səhifə aça bildilər? Bu çox klassik bir siyasi gedişdir. Problemi necə həll edirsən, sadəcə olaraq deyirsən ki, problem bizlik deyil, bizdən əvvəlkilərin günahıdır. Aha, Həm Atatürk, həm də Rıza Şah faktiki olaraq bütün Osmanlı-Qacar rəqabətini keçmişin səhvi adlandırıb təmiz bir səhifə açdılar. Mənbə bunu çox gözəl bir adla rəddi miras, yəni mirası rədd etməyi adlandırır. bu əlbəttə çox uğurlu bir siyasi PR-dır. Amma bu, hər şey keçmişin günahıdır hekayəsi nə qədər səmimidir? Yoxsa bu, sadəcə iki güclü liderin öz hakimiyyətlərini möhkəmləndirmək üçün istifadə etdiyi bir bəhanə idi? Yəqin ki, hər ikisindən biraz var idi desək yanılmarıq, amma bu narrativin nə qədər sistemli şəkildə qurulduğuna baxanda, onun nə qədər vacib olduğunu görürük. Necə yəni? Məsələn, o dövrün türk mətbuatı, Hakimiyyət-i Milliyə, Vakit, Cumhuriyyət kimi qəzetlər sanki eyni mərkəzdən idarə olunurmuş kimi eyni şeyi yazırdılar. Nə yazırdılar? Yazırdılar ki, köhnə sultanlar və Qacar şahları egoist idilər. Şəxsi mənfəətləri və dini fanatizm ucbatından iki qardaş xalqı düşmən etmişdilər. Amma indi iki böyük rəhbər, Atatürk və Şah, həqiqəti görüb və yeni xoşbəxt bir dövrün qapısını açıblar. Liderlərin özləri də yəqin bu fikri təkrarlayırdılar. Əlbəttə. İsmət Paşa parlamentdəki çıxışında, Rıza Şah isə İstanbuldakı İran konsulluğunda keçmiş münaqişələri cəhalət və məzhəb təəssübkeşliyinin nəticəsi adlandırırdılar. Bu ortaq hekayə olmadan əməkdaşlıq mümkün olmazdı. Hə, bir növ ideoloji zəmin hazırlayırdılar. Bəli, və 1932-ci ildə iki ölkə arasında əsrlərdir davam edən sərhəd probleminin həll edilməsi isə bu yeni münasibətlərin zirvəsi oldu. Bu da 1934-cü il səfərinə mənbənin dili ilə desək, Türkiyə-İran münasibətlərinin qızıl çağına yolu açdı. Siyasi zəmin hazırlandı, tarixi problemlər rədd edildi, indi gələk 27 günlük səfərin özünə. Bu səfər sadəcə danışıqlar və ziyafətlərdən ibarət deyildi, eləmi? Heç də. Mənbəyə görə, bu əslində Türkiyənin modernləşməsinin bir vitrini, bir nümayişi idi. Şahın marşrutu da məhz bu məqsədlə, sanki bir ekskursiya kimi xüsusi olaraq planlaşdırılmışdı. Ona nəyi göstərmək istəyirdilər? Marşrut əslində Rıza Şahın İranda həyata keçirmək istədiyi islahatların bir yol xəritəsi kimi idi. 4 əsas sahə var idi. Birincisi əlbəttə ki, ordu. Bu təbiidir. Bəli, Rıza Şah özü də hərbçi idi, hakimiyyətə hərbi çevrilişlə gəlmişdi və ordunu öz rejiminin onurğa sütunu hesab edirdi. Buna görə də onu dərhal hərbi hissələrə, Ankaradakı Hərb Akademiyasına, hərbi fabriklərə, İzmir təyyarə məktəbinə apardılar. Ən təsirli məqamlardan biri də yəqin ki, Əskişəhərdəki hava paradı olub. Mənbə də 50 təyyarənin iştirakı ilə möhtəşəm bir hava şousu təşkil edildiyi yazılır. İnanılmaz bir şeydi o dövr üçün. Bəli, 1934-cü il üçün, şərqdə bir ölkə üçün bu, həqiqətən də böyük bir güc nümayişi idi. Mütləq. Bu şaha açıq bir mesaj idi. Bax, müasir və nizam-intizamlı ordu belə qurulur. İkinci sahə təhsil idi və burada çox incə bir detal var. Nədir o? Ordunu nümayiş etdirmək aydındır. Amma şahı xüsusilə Ankaradakı İsmət Paşa Qız İnstitutuna aparmaları çox cəsarətli bir addım idi. Bəli, məni də bu detal çox təəccübləndirdi. Yəni, yüzlərlə başqa məktəb ola-ola niyə məhz Qız İnstitutu? Bu, o dövr üçün çox cəsarətli bir mesaj deyilmi? Əlbəttə, bu təsadüfi bir seçim deyildi. Atatürk bununla təkcə qadınların təhsilini deyil, həm də rejimin nə qədər dünyəvi olduğunu, dinin təhsildən necə ayrıldığını göstərmək istəyirdi. Aha, aydındır. Şah üçün isə bu, İranda ruhanilərin, üləmanın təhsil üzərindəki total nəzarətini qırmaq üçün bir ilham mənbəyi idi. Mənbədəki reaksiyası da çox maraqlıdır. Nə deyir? İstənilən hər şey mütləq bidilir. Görünür, Türk qızı da bu işin öhdəsindən gəlib. Bu sözlər onun İrana qayıtdıqdan sonra atacağı addımlardan xəbər verirdi. Üçüncü sahə isə deyəsən ən praqmatik və konkret olanı idi. İqtisadiyyat və infrastruktur. Xüsusilə də bu məşhur tranzit ticarət məsələsi. Bəli, bu bəlkə də səfərin ən konkret hədəfi idi. Səfər marşrutunun Trabzon, Erzurum, Təbriz xəttini əhatə etməsi təsadüfi deyil. Yəni o qədim ticarət yolunu canlandırmaq istəyirdilər. Məhz belə. İdeya bu qədim ticarət yolunu müasir şəkildə canlandırmaq, hər iki ölkənin dəmir yolu şəbəkələrini birləşdirməkdir. Bu, İran üçün həyati əhəmiyyət daşıyırdı.
Çünki bu yollar İrana həm Qara dənizə, həm də Aralıq dənizinə çıxış verəcəkdi. Bu da o deməkdir ki, İran şimalda Rusiyanın, cənubda isə Britaniyanın inhisarından xilas olacaqdı. Tamamilə. O dövrün mətbuatı Türkiyə İranın qərbə açılan qapısıdır kimi başlıqlarla dolu idi. Ordu, təhsil, iqtisadiyyat bunlar aydındır. Amma bütün bunların arasında məni ən çox heyrətləndirən mədəniyyət sahəsində atılan addım oldu. Bir dəqiqə, yəni mən düz başa düşdüm. Atatürk sırf bu səfər üçün sıfırdan bir opera yazdırıb. Elədir. Bu ağla sığmazdı, amma tamamilə həqiqətdir. Bu inanılmaz bir şeydi. Bu nəyin mesajıydı belə? Atatürk məşhur bəstəkar Adnan Sayğuna sırf şahın səfəri üçün bir opera yazmağı tapşırır və Sayğun cəmi 27 günə öz soy operasını bəstələyir. Bu sadəcə bir mədəni jest deyildi. Bu, çox dərin siyasi və ideoloji bir bəyanat idi. İdeoloji, necə yəni? Operanın libretosunun yazılmasında Atatürk'ün özü də iştirak edib və süjet Firdovsinin Şahnaməsindən götürülmüş bir əfsanəyə əsaslanırdı. Hansı əfsanə idi bu? Əfsanə iki qardaş Tur, yəni Türklərin əcdadı və İrac, yəni İranlıların əcdadı haqqındadır. Aha, yəni mesaj budur ki, biz eyni kökdən gəlirik. Bəli, bu birbaşa iki xalqın eyni soydan gəldiyi mesajını verirdi. Bu, həm də o dövrdə çox populyar olan Türk tarix tezinə tam uyğun gəlirdi. Yəni bu tezisə görə bir çox qədim sivilizasiyaların kökündə Orta Asiyadan gələn türklər dayanırdı. Məhz belə. Operada məhz bu ideyanı Türklərlə İranlıların min illərdir ayrı düşmüş qardaş olduğu fikrini səhnələşdirirdi. Final səhnəsi isə deyərlər çox təsirli olub. O final səhnəsini təsəvvür edin. Tamaşa bitir, personajlardan biri səhnədə soruşur, bəs indi Tur və İrac haradadır? Bu zaman bir aktyor səhnədən birbaşa lojaya, iki liderin oturduğu yerə baxaraq deyir, bax Tur, bax İrac, inanılmazdır. Mənbədə yazılır ki, Rıza Şah bu səhnədən o qədər təsirlənib ki, ayağa qalxıb, gözləri yaşlı halda Atatürk'ü qucaqlayıb. Bu, sözün əsl mənasında teatrın diplomatiyaya çevrilməsidir. Bəli, incəsənətin necə bir siyasi alətə döndüyünün zirvəsidir. Yaxşı, bütün bu təsirli jestlərin, nümayişlərin nəticəsi nə oldu? Şah bütün bunları gördü, təsirləndi. Bəs geri qaydanda Türkiyə modelini birəbir İranda tətbiq etdimi? Mənbə bunu sadə bir köçürmə olmadığını vurğulayır. Onsuz da İranda modernləşmə prosesi başlamışdı, Avropaya heyran olan millətçi bir elita mövcud idi. Bəs səfərin təsiri nə oldu? Türkiyə səfəri, mənbədən sitat gətirsək, Rıza Şahı hərəkəti sürətləndirməyə sövq etdi. O gördüklərindən sonra daha cəsarətli və daha radikal addımlar atmağa başladı. Amma görünür metodlarda ciddi fərqlər var idi. Nəticələr də fərqli oldu. Bəli, bu bəlkə də hekayənin ən vacib dərsidir. İki lider və iki ölkə arasında fundamental fərqlər var idi. Atatürk, bütün tənqidlərə baxmayaraq bir respublika qururdu. Yəni, institutlar yaradırdı. Bəli, o parlamentlə işləyir, gələcəkdə çox partiyalı sistemə keçidə imkan verəcək institutlar yaradırdı. Onun aydın bir intellektual vizyonu vardı, Rıza Şah isə tamamilə fərqli bir yol seçdi. Hansı yolu? O, İranda şəxsi bir diktatura qurdu. Onun islahatları çox vaxt zoraki üsullarla, mənbədə bu, müşəddid bir sistem adlandırılır, həyata keçirilirdi. Məsələn? Məsələn, qadınların çadrasının zorla çıxarılması kimi addımlar dövlətlə cəmiyyət arasında dərin bir uçurum yaratdı. Mənbə qeyd edir ki, onun Atatürk'ün intellektual dərinliyi yox idi və o öz islahatları üçün davamlı bir sosial baza yarada bilmədi. Ona görə də hakimiyyəti davamlı olmadı. Bəli, buna görə də 1941-ci ildə Britaniya və Sovet İttifaqı İrana daxil olanda o asanlıqla taxtdan əl çəkməyə məcbur edildi və ölkədə bir çoxları bundan hətta məmnun qaldı. Atatürk'ün mirası isə daha davamlı oldu. Gəlin onda yekunlaşdıraq. 1934-cü il səfəri əslində bir neçə amilin üst-üstə düşdüyü çox mühüm bir tarixi anidir. Gərgin bir beynəlxalq vəziyyət, imperiya keçmişindən qopmaq arzusu və ortaq modernləşmə hədəfləri. Düzdür. Bu səfər qısa müddətdə çox uğurlu oldu, iki ölkə arasındakı münasibətləri tamamilə dəyişdi və sonradan qurulacaq Sadamat Paktı üçün də yolu açdı. Əsas nəticə məncə budur, iki qonşu ölkə, iki güclü, modernləşdirici liderin rəhbərliyi altında bir anlıq bir-birini öz problemlərinin həlli kimi gördülər. Maraqlı fikirdir. Həm də qurduqları yeni milli kimlik üçün bir-birlərindən ilham alırdılar. Bu səfər
məhz bu ehtiyacların və arzuların fiziki təcəssümü idi. Mənbədə Atatürkün öz soy operasını sırf türk mədəniyyətinin spesifik, müasir və dünyəvi bir vizyonunu təqdim etmək üçün sifariş etdiyi qeyd olunur. Bu da sizin üçün bir düşüncə mövzusu yaradır. Sizcə mədəniyyət, istər musiqi olsun, istər film, istərsə də incəsənət, bir ölkənin arzuladığı imici dünyaya təqdim etmək və xarici siyasət məqsədlərinə çatmaq üçün nə qədər tez-siz istifadə olunur və sizcə bu, bugünün dünyasında nə dərəcədə effektiv bir alətdir?